Buğa. Gün istədiyiniz kimi rahat və axıcı başlamaya bilər. Səhər saatlarında özünüzü bir qədər yorğun, enerjisiz və hətta səbəbsiz narahat hiss edə bilərsiniz. Daxili gərginlik, xırda şeylərə qarşı həssaslıq və əsəbilik artacaq. Adi hallarda əhəmiyyət vermədiyiniz kiçik çətinliklər belə bugün sizə daha böyük və həlli çətin görünə bilər. Bu isə əhvalınıza təsir edərək qərar vermə qabiliyyətinizi zəiflədə bilər. Ona görə də günün ilk yarısında özünüzü çox yükləməmək, vacib məsələləri təxirə salmaq və hadisələri sakit şəkildə müşahidə etmək daha doğru olacaq. Ən vacibi isə tələskənlikdən uzaq durmaqdır. Bugün verilən ani qərarlar sonradan peşmançılıq yarada bilər. Özünüzə bir qədər vaxt verin, emosiyalarınızın sakitləşməsini gözləyin. Günün ikinci yarısına doğru düşüncələriniz daha aydınlaşacaq, hadisələrə daha real və məntiqli yanaşa biləcəksiniz. Bu zaman həm qərar vermək, həm də plan qurmaq sizin üçün daha asan olacaq. Ev və ailə ilə bağlı mövzulara da bugün xüsusi diqqət yetirmək lazımdır. Xüsusilə əvvəllər mübahisəyə səbəb olmuş məsələləri yenidən gündəmə gətirmək tövsiyə olunmur. Bu tip söhbətlər çox tez gərgin müzakirəyə çevrilə bilər və emosiyaların təsiri ilə deyilən sözlər münasibətlərdə iz buraxa bilər. Əgər mütləq danışmaq lazımdırsa, bunu daha sakit vaxta saxlamaq daha məqsədə uyğundur. Bugün isə mümkün qədər münaqişədən uzaq durmaq, anlayışlı və səbirli olmaq sizin xeyrinizədir. İş və maliyyə məsələlərində də ehtiyatlı davranmaq vacibdir. Diqqətsizlik və ya tələsik addımlar səhvlərə səbəb ola bilər. Yeni layihələrə başlamaq və ya riskli qərarlar vermək üçün uyğun zaman deyil. Daha çox mövcud işləri tamamlamağa, yarımçıq qalan məsələləri qaydaya salmağa üstünlük verin. Bu yanaşma sizə həm rahatlıq, həm də sabitlik qazandıracaq. Günün ikinci yarısından etibarən enerjiniz tədricən bərpa olunacaq. Özünüzü daha sakit, daha inamlı və daha balanslı hiss edəcəksiniz. Bu zaman yaxın insanlarla ünsiyyət də daha rahat keçəcək. Səmimi söhbətlər, dəstək və anlayış sizə yaxşı təsir edəcək. Axşam saatlarında isə özünüzə vaxt ayırmaq, dincəlmək və sevdiyiniz məşğuliyyətlərlə məşğul olmaq günün gərginliyini tamamilə aradan qaldıra bilər. Şəxsi münasibətlərdə bugün əsas açar səbirdir. Qarşı tərəfi dinləmək, tələsmədən nəticə çıxarmaq və emosiyaları nəzarətdə saxlamaq münasibətlərin qorunmasına kömək edəcək. Subay buğalar üçün isə bugün yeni tanışlıqlar baxımından çox aktiv olmasa da, mövcud əlaqələri dərinləşdirmək üçün uyğun zamandır. Ümumilikdə bugün sizə bir mesaj verir. Hər şeyə dərhal reaksiya vermək məcburiyyətində deyilsiniz. Bəzən geri çəkilib müşahidə etmək, düşünmək və sonra hərəkət etmək daha düzgün nəticələrə gətirir. Öz ritminizi qoruyun, emosiyalara qapılmayın və günün ikinci yarısında açılan imkanlardan ağıllı şəkildə istifadə edin.